Salam Rəmi bəy, xoş gəlmisiniz. Keçək suallarımıza. Birinci sualımız, opera sənətinə gəlməyinizə nə səbəb oldu? Opera sənəti bəşəri bir sənətdir və mənim bu sənətə gəlməyim bu sənətə olan böyük sevgimdən irəli gəlir. Çünki opera sənətinin gərək dəlisi olasan, bu sənəti sevəsən. Səbəb də yalnız məhəbbət. İkinci sual, mədəniyyət və incəsənət sahəsində uğur qazanmaq üçün ilk addımlarınız nələr olub? Mədəniyyət sahəsində uğur qazanmaq üçün mənim ilk addımlarım təbii ki, yenə də bu sənətə olan məsuliyyətdən irəli gəlir və sevgidən irəli gəlir. Və sonra zamanca daha peşəkar olduqca bu sənətin sirlərinə yiyələnirsən, təkcə istedad kifayət eləmir, artıq məntiq, zəka, düşüncə burada öz sözünü deməlidir. Səhnədə özünü aparmaq, insanlarla düzgün rabitə qurmaq, xalqına, dövlətinə, mədəniyyətinə təmənnalı xidmət göstərməmək, bunlar hamısı təbii ki, hamısı cəmləşəndə olur bir mədəniyyət. Bizi də birləşdirir nə? Bizim mədəniyyətimiz. Karyeranız boyunca qarşılaşdığınız ən böyük çətinlik nə olub və onu necə dəf etmisiniz? Fəaliyyətim boyunca təbii ki, bir çox çətinliklərlə üzləşmişəm. Hələ də üzləşirəm. Bu normal bir haldır. Demək olar ki, rutin bir həyatdır. Bu çətinlikləri fəth edə-edə, onlara qalib gələ-gələ və hər bir çətinliyin sonunda bir uğurlu bir imza atmaqla və heç bir zaman etdiyim layihələri yarımçıq qoymamaq, sona qədər tamamlamaq və hər bir layihənin sonunda xoşbəxtliyi, o gözəl anı dostlarla qeyd etmək. Bu olub həyat şüarım. Mədəniyyət bütün hallarda bizi xilas eləyir, mədəniyyət bizi birləşdirir. Uğur qazanmağınızda ən mühüm amil nə olub? Uğur qazanmaqda ən böyük mənim amilim təbii ki, birinci Allahın verdiyi bu istedad və istedaddan bəhrələnərək daxilimdə olan inam. Əgər ümumiyyətlə inam olmasa, heç bir nailiyyətdən söhbət belə gedə bilməz. Və səni ətrafında dəstəkləyən insanlar. Bu təbii ki, valideynlərim uşaq ikən məni dəstəkləyib və ustadım xalq artisti mərhum professor Mobil Əhmədov. Çünki bu gücü, bu qüdrəti əgər motivasiyanı almazsan, bu qədər nailiyyətlər əldə etmək olmaz. Və təbii ki, eyni zamanda tamaşaçının məhəbbəti, tamaşaçı ilə ünsiyyət zamanı sənin qurduğun rabitə. O rabitə nə qədər düzgün olarsa, nə qədər səmimi olarsa, tamaşaçı hər şeyi çox gözəl hiss edir, çox gözəl duyur və sənin ifa etdiyin hər bir mahnıda da bəlkə də səndən çox o hissləri o da keçirdir. Bax belə. Gənc opera ifaçılarına hansı tövsiyələri verərdiniz? Gənc opera ifaçılarına tövsiyəm böyük səbirlə, böyük təmkinlə öz üzərlərində çalışmalıdırlar. Hər zaman deməlidirlər ki, mən hələ heç nə bilmirəm. Yox, düşünməsinlər ki, mən demək istəyirəm, heç nə bilmirəm, yox. Özlərinə əmin olmalıdırlar. Çünki əminlik olmasa bu sənətdə heç vaxt irəli gedə bilməzsən. Tam özünə əmin olmalısan. Və bilməlisən ki, opera sənəti bəşəri dediyim kimi bir sənətdir. Bu eynilə mən bunu bəzən bənzədirəm idmana. Sən öz üzərində hər dəfə çalışmalısan. Hər gün səs məşqləri eləməlisən. Repertuarını genişləndirməlisən. Bir amalın olmalıdır ki, mən Azərbaycan mədəniyyətini təkcə ölkəmdə deyil, ölkəmin hüdudlarından kənarda təmsil edib təbliğ etməliyəm. Və heç bir zaman, heç bir söz və yaxud fikir səni yolundan saxlamamalıdır. Səbirlə, təmkinlə bir Azərbaycan vətəndaşı kimi bir qürurla öz xidməti fəaliyyətində olmalısın. Karyeranızda ən yadda qalan səhnə çıxışınız hansı olub? Karyeramda ən yadda qalan çıxışlar bir olmayıb, amma bunu demək istəyirəm ki, həyatımda Koroğlu operası mənim üçün çox
önəm kəsb edir. 26 yaşında 15 il bundan öncə mən Şərqdə ilk dəfə gənc Koroğlu kimi çıxış edəndə bu mənim ən böyük arzularımdan biri idi. Çünki nəyə görə? Bu ustadımın arzusu idi ki, mən Koroğlu rolunda ifa eləyim. Bu debutum mənim üçün çox böyük bir qürur verici oldu. Çünki bu tamaşa özlüyündə məndən əvvəl və məndən sonrakı ifa edən ifaçılar hər biri özünə məxsus ifa edir. Və o ifaçıların sırasında da mənim ifa etməyim mənim üçün çox böyük xoşbəxtlikdir. Bu etimaddır və bunun məsuliyyətini hər dəfə dərk edirəm. Karyeranızda dönüş nöqtəsi hesab etdiyiniz hadisə və ya qərar anı olubmu? Çox olub. Hətta dəfələrlə olub. Dəfələrlə olub ki, belə düşünmüşəm ki, klassik yaradıcı bir insan kimi akademik vokal bəzən kütlə tərəfdən sevilmir. Olur. Bu reallıqdır. Yəni bizim ifa üslubumuz akademik sənət sayılır və estrada musiqisi, şou belə deyək də, aləmdə olan digər bizim üslublar daha çox belə tamaşaçı auditoriyası var. Bundan bəzən çox kədərlənmişəm, hətta demişəm, yox, mən artıq akademik opera ifa etməməliyəm, mən artıq estrada üslubunda oxumalıyam. Bu çoxdan olub, çox gənclik vaxtlarımda, amma sonra demişəm ki, xeyr, mən düz yoldayam. Mən böyük bizim dahi əbədi yaşarların sənətinin davamçılarından biriyəm. Mən bu sənəti qorumalıyam. Mən bu sənəti estafet olaraq növbəti nəslə ötürməliyəm. Ona görə də Azərbaycanda ilk ödənişsiz əsaslarla Bülbül Vokal Məktəbi yaratmışam və bunu ölkədə ödənişsiz əsaslarla fəaliyyət göstərən bugün yeganə vokal məktəbidir. Və burada da öz tələbələrimə hər zaman aşılayıram ki, heç bir zaman inadınızdan, heç bir zaman fikrinizdən, qətiyyətinizdən geri dönməyin. Heç kim sizdə bunu edə bilməz. Yalnız irəli, yalnız bizim mədəniyyətimizi irəli aparmalısınız. Və bunu hər zaman da deyirəm, biz mədəniyyətin əsgərləriyik. Biz ölkəmizin mədəniyyətinə xidmət eləməliyik. Biz bu sənəti özümüz seçmişik. Bizi heç kim vadar etməyib. Hər birimiz sevgidən gəlmişik. Ona görə bəzən dönüş nöqtələri olur. Bu da normaldır. Bu insani hisslərdir. Bunlar olmasa yaşamaq olmaz. Gələcəkdə Azərbaycan operasının inkişafı üçün gənc nəslin üzərinə hansı məsuliyyət düşür? Azərbaycan opera sənəti çox zəngin tarixə belə desək məxsusdur, məxsus deyil. Bir əsrdən çoxdur bizim yaşımız var. Azərbaycanda opera ənənələrini yaşatmaq və qorumaq istiqamətində teatr rəhbərliyi bugün çalışır. Bugün mədəniyyət sahəsində opera və balet teatrı öz tamaşaçıları var. Və dövlətimiz də hər zaman bu sahəyə xüsusi qayğı ilə, xüsusi diqqətlə yanaşır. Opera və balet teatrının gələcəkdə gənc ifaçıları, təbii ki, gənc ifaçıları yetişir və yetişəcək. Bu isə yalnız bizim üçün, yəni mənim yaşımda olan opera ifaçıları üçün çox qürur vericidir. Niyə? Çünki baxın, bir zamanlar ki bu ənənə yarandı, Bülbül, Şövkət Məmmədova, ondan sonra bu estafet ötürüldü Lütfiyyə Rimanov, Fidan Xuraman Qasımova və ondan sonra estafet ötürüldü digər bizim ifaçılara. Bugün dünyada fəaliyyət göstərən bizim Azərbaycanımızın adını təmsil edən adlarını çəkə də bilərəm. Çox ifaçılar var ki, onlar bizim ölkəmizin hüdudlarını kənarda bizim mədəniyyətimizi təmsil edir, təbliğ edir. Bunlar hər biri qürur vericidir. Estafet ötürülür, nəsildən nəslə ötürülür və biz də özümüzdən sonra bunu digər nəslə ötürməliyik və əminəm ki, bu belə də olacaq və gənc nəsil gələcəkdə bizim ciddi musiqimizin inkişafı istiqamətində əlindən gələni əsirgəməyəcək. Çünki bu ənənələr bizim genlərimizdə var, gendən gələn bir mədəniyyətdir. Bizim
Azərbaycan mədəniyyəti çox zəngindir. Bizim Azərbaycan musiqisi çox özünə məxsus rənglidir. Və bu yolda, bu istiqamətdə yalnız və yalnız mən yeni nəslə uğurlar diləyirəm. Sizcə opera ifaçılığında yaş məhdudiyyəti varmı? Düşünürəm ki, opera ifaçılığında yaş məhdudiyyəti yoxdur. Əgər bir halda ki, sənin səsin formadadır, bir halda ki, sən fiziki olaraq sağlamsan və sən bunun öhdəsindən bütövlüklə gələ bilirsənsə, sən tam tamaşanı oynaya bilərsən. Hə, ola bilər ki, insan özü düşünsün, bir aktyor özü düşünsün ki, mən artıq bu rolu ifa etmək istəmirəm. Amma ola bilər ki, o partiyanın əgər səs imkanları baxımından onun öhdəsindən gəlirsə və heç bir problem yoxdursa, mən düşünürəm ki, o burada belə bir qlobal problem görmürəm ki, yəni olmaz deyilən bir söz yoxdur. Dünyada da bu təcrübə var. Mənim yadımdadır, mənim müəllimim Mobil Əhmədovun 73 yaşı var idi. O operettada deməli Kərim Dağlar belə bir şair var idi, onu ifa eləyirdi və orada o 30 yaşlı bir insan idi. Və bir məqamı da deyim, 74 yaşında, bax bu faktı deyim sizə, Lütfiyə Rimanov Koroğlu operasında Koroğlunu ifa edib. Bunu çoxsu bilmir. Bu bizim üçün bilirsiniz nə boyda böyük bir xoşbəxtlikdir. Təbii ki, müəyyən o qüsurları peşəkar ifaçılar deyə bilər. Amma 74 yaşında bir insanın səhnədə bir obrazı canlandırılması yalnız qürur vericidir. O cəsarətin özü belə artıq böyük fərəh hissi verir insana ki, yəni bu yaşda insan artıq çıxır. Mən elə insanlar tanıyıram ki, onun 20 yaşı var bugün. Öz yaşında olan obrazları belə qorxur ifa eləməyə. Amma mən elə bir ifaçılar tanıyıram ki, o ifaçıların yaşı kifayət qədərdir. Onlar böyük cəsarət hissi ilə həm konsert fəaliyyətində, həm opera fəaliyyətində ifa edirlər. Bu çox qürur vericidir. Az öncə Bülbül Vokal Məktəbi haqqında danışdınız. Daha detallı danışa bilərsinizmi? Bildiyiniz kimi Azərbaycanda akademik klassik vokal ənənələrinin qurulması 20-ci yüzilliyin əvvəllərində bizim professional vokal məktəbimizin banisi Dahi Bülbül tərəfindən olmuşdur. Və mənim müəllimim də Mobil Əhmədov Bülbülün tələbəsi olub. Bülbül olmasaydı Azərbaycanda klassik elmi vokal bu səviyyədə heç vaxt inkişaf edə bilməzdi. Çünki nəyinsə gərək təməli olsun, nəyinsə başlanğıcı olsun. Mən bu Bülbül Vokal məktəbini nəyə görə ödənişsiz əsaslarla yaratmışam? Burada təkcə o deyil ki, mən xeyriyyətçilik eləyirəm, gənc istedadlara dəstək oluram. Bu təkcə məsələnin görünən tərəfidir. Amma məsələnin görünməyən tərəfi də bu ondan ibarətdir ki, mənim müəllimim heç vaxt məndən bir 15 ildən çox mənə dərs deyib və təhsil verdiyi vaxtda məndən heç vaxt maddi gözləntisi olmayıb. Və heç vaxt da deməyib ki, sən mənə pul verməlisən. Mən o ənənəni davam etdirirəm bugün. Tələbə mənim yanımda gəlir, tələbəni mən özüm seçirəm. O tələbəni heç kim tapşıra bilməz. O tələbəyə görə heç kim xahiş eləyə bilməz. O tələbənin xüsusi belə bir hansısa bir, necə deyim, istedadsız olan bir tələbəni mən götürə bilmərəm, mümkün deyil. O tələbənin əgər səsi varsa, istedadı varsa və ən əxsus Azərbaycan klassik vokal məktəbinə sevgisi varsa, mən o tələbəni öz məktəbimizə götürürəm və ona səs məşğələlərinə başlayıram. Bülbülün zamanında belə desək miras qoyduğu səs məşğələlərini. Düzgün nəfəs, düzgün ifa tərzi, Azərbaycan dil fonetikasına uyğun sözlərin düzgün deyilişi. Misal üçün, mən həmişə bəzi müəllimlərlə mübahisə də edirəm. Bəzi müəllimlər ə hərfini öyləşdirir, bu ü hərfini başqa bir hərflə belə desək
dəyişir deyir, amma mən həmişə deyirəm ki, xeyr. Bülbül həmişə deyərdi ki, Azərbaycan hərfləri, ümumiyyətlə İtalyan didaktikasında da bu var. A hərfi kimi, O hərfi kimi deyilməlidir. Amma ən əxsus Azərbaycan dil fonetikası belədir ki, burada fərz edək, gəl sözü gal deyilə bilməz. Bu gəldir. Könlüm sənin əsrin, qəlbim sənindir. Bu şair bunu necə yazıbsa, Azərbaycanda tamaşaçı, dinləyici bunu dinləyəndə o şairin sözləri olduğu kimi təqdim olunmalıdır. Bax, Bülbülün əsas vurğuladığı məqam buydu ki, Azərbaycan bəstəkarlarına da deyirdi ki, siz çalışın ki, bizim Azərbaycan dil fonetikasını qoruyun. Mən bugün bunu təbliğ edirəm. Yəni, təbliğ edirəm və bununla da qürur duyuram. Bu yolda, bu istiqamətdə mənəvi olaraq məni dəstəkləyir hər zaman mənim əziz dostum, bizim devrimizin görkəmli mədəniyyət xadimi, xalq artisti, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri əzizimiz Polad Bülbüloğlu. Polad müəllim həqiqətən də çox bu sənətin yaşanması istiqamətində də böyük işlər görür və bülbül sənəti hər zaman yaşayıb, yaşayır və yaşayacaq. Çünki dövlətimizin hər zaman bu sənətə, bülbül irsinə böyük qayğısı var, böyük diqqəti var. Mən də çalışıram ki, bu məktəbin kiçik bir nümayəndəsi kimi bu ənənəni özümdən sonra belə desək, gənc tələbələrə ötürüm və bu tərbiyəni, bu mədəniyyəti aşılayım ki, bax, siz də məndən sonra gələcəkdə öz tələbələrinizi belə yetişdirməlisiniz. Cəmiyyətə sağlam düşüncəli, sağlam əqidəli və ən əxsus peşəkar kadrlar verməlidir. Çünki kadrın yetişdirilməsi 5 aya olmur, 1 ilə olmur. Bir musiqiçinin cəmiyyətə sağlam verilməsi üçün bəzən 10 illər tələb olunur. Yəni, belə deyil ki, bu günləri hansısa musiqiçini sən dedin ki, bu artıq ulduz olacaq, ifa edəcək, bütün ariyaları bu oxuyacaq. Belə olmur. Bu zamanla gəlir, təcrübə ilə gəlir. Burada həyat təcrübəsi ilə yanaşı sənin repertuarın, düşüncən, bunlar hamısı bir-birinə bağlı bir amillərdir. Bu peşədə uzun müddətli uğur qazanmaq üçün hansı prinsiplərə sadiq qalmaq lazımdır? Bu peşədə uzun müddətli qalmaq üçün ilk növbədə uzun ömürlü ifaçı olmaq lazımdır. Bax, bunun sirlərinə yiyələnmək lazımdır. İkinci növbədə insani keyfiyyətlərini heç vaxt itirməməlisən. Hər zaman mövqeyin və əqidən bir cür olmalıdır. Səmimiyyətin, sadəliyin, insanlarla düzgün əlaqə qurmağın, yəni onlarla nə qədər sən ətrafında və yaxud tamaşaçı ilə sən nə qədər belə süni olsan, nə qədər də belə pis səslənsə deyim, süni olsan, onlar da səni süni sevəcək. Və uzun ömürlü, yaradıcı insanların sirli yalnız onların təkcə fiziki görkəmi ilə deyil, mənəvi, belə desək, görkəmi ilədir. Mənəvi olaraq sən onlarla hər zaman, əgər onları sən öz qəlbinin duyğularından gələn musiqini sevə-sevə ifadə etsən, onlar da hər zaman uzun ömürlü sən səhnədə qalacaqsan. Mən bir çox ifaçıları hər zaman belə dünyada bəşəri musiqiçilərdir. Hansı ki, Pavarotti'dir, Franco Corelli'dir, Caruza'dır, Elvis Presley'dir. Bu ifaçılar hansı ki, illər ötür, onların ölümündən görün neçə illər keçir. Bəlkə də əsrlər keçəcək. Azərbaycanda da belə ifaçılarımız, Rəşid Behbudov, Bülbül, Müslüm Maqamayev və digərləri. Dahi bizim Üzeyir bəyimiz. Yəni, əsrlər keçsə də Üzeyir bəyə olan sevgi, məhəbbət əbədi olaraq nəyə görə yaşayır? Çünki onun bizə miras qoyduğu sağlam və nəsildən nəslə ötürülən bu ənənələrə görə. Ona görə düşünürəm ki, hesab edirəm, nə qədər sən belə qəlbinin dərinliyindən gələn o duyğuları düzgün çatdırsan, o qədər də tamaşaçı səni sevəcək və nəsildən nəslə ötürəcək. Bəzi istedadlı gənclər var ki, uğur qazana bilmirlər. Sizcə bunun səbəbi nədir?
Çox düzgün vurğuluyursunuz. Çünki istedad elə bütövlükdə hər şey demək deyil. Ola bilər ki, sənin böyük istedadın olsun, amma sən o istedadını təqdim edə bilmirsən. Bu da çox çətin bir məsələdir. Niyə? Çünki istedadlı insanların çoxsu onlar öz istedad və bacarığını təqdim edirlər. Amma onu belə desək geniş kütləyə, yəni baxın, mən sizə bir adi belə yəni müqayisə edim ki, siz bunu biləsiniz. Bizim əlimizdə hansı ki bir xam mal var və bizim əlimizdə böyük bir fabrikimiz var və o fabrikdə böyük bir mallar istehsal olunur. Sadəcə olaraq biz bunu deyirik ki, bizim gözəl istedadlı, bizim keyfiyyətli, belə desək, məhsullarımız var. Amma o keyfiyyətli məhsulları əgər biz təbliğ edə bilmiriksə, o keyfiyyətli məhsul yerində də qalır. Bütün gənclərə tövsiyəm yalnız nədir? İstedad təkcə düşünməyin ki, sizi kimsə gələcək və kimsə deyəcək ki, gəl sənə kömək eləyək. Bu sözü heç kim sizə deməyəcək. Deyə bilər nadir insanlar. Siz özünüz məktublar yazmalısınız, xahişlər etməlisiniz, istedadınızı təqdim eləməlisiniz, müəyyən qədər özlərinizdə daim işləməlisiniz və istedadınızı təqdim etmək üçün mütləqli şəkildə öz bacarığınızı deməzdim kiməsə sübut etməlisiniz. Yox. Sizin əgər həqiqətən də istedadınız varsa və bunu artıq cəmiyyətdə bəzi dostlarınız sizin deyirsə, siz bilirsiniz ki, siz istedadlısınız və bacarığınız var. Ola bilir ki, bəzən həyatda sənin motivasiyadan salmaq üçün müəyyən fikirlər olur. Deyirlər ki, əşi, nə edirsən, sən oxuyursan, get filan bir bizneslə məşğul ol, böyük bir maliyyə əldə edərsən. Gərək o ruhdan düşməyəsən. Yalnız planlı şəkildə hər şey olmalıdır. 1. Səsin üzərində hər dəfə işləməlisən. Hər gün özünə repertuar düzəltməlisən. Müəyyən dilləri öyrənməlisən. Sənin bugün dünyaya çıxışın üçün müəyyən dil bacarığın olmalıdır. Repertuarın olmalıdır. Təbii ki, bu milli ifaçılara şamil olunmur. 4-cü növbədə sən yaxın və uzaq bir strateji plan qurmalısan. Nailiyyətlərini əldə etmək üçün müəyyən qədər bir sənin xəritən olmalıdır. Sən nə etməlisən? Sən birinci növbədə səsini, repertuarını artıq müəyyən eləyəndən sonra sən bunları düzgün təbliğ etmək üçün səs yazma studiyasında yazmalısan və müəyyən televiziyalara, radiolara. İndi bəzi insanlar mənə deyə bilər ki, yox, o bəzi kommersiya məqsədi daşıyır. Amma yox, elə deyil. Deyil ki, hamı bunu tələb edir. Elə müəssisələr var ki, mən ad çəkmirəm, dəstək olurlar və olacaqlar da, niyə də olmasınlar. Həqiqətən sənə gələ istedadlısansa, sən buna əminlik olmalıdır səndə. Və bu yoldan heç vaxt geri çəkilməməlisən. Burada əgər sənə yox dedilərsə, o biri yerdə hə deyəcəklərsən. Nəyinsə sona çatmağı hələ o demək deyil ki, sənin karyeran sona çatır. Nəyinsə sonu, nəyinsə başlanğıcıdır. Heç vaxt da düşünməməlisən ki, mən istəyən yoxdur, mən daha oxumamalıyam, mən daha fəaliyyət göstərməməliyəm. Xeyr, bunlar absurddur. Yalnız özünə inam. Bugün bizim ölkəmizdə, dövlətimizdə istedadlı gənclərə çox böyük dəyər verilir. Mədəniyyət Nazirliyi tərəfindən, eyni zamanda Mədəniyyət İşləri Həmkarlar İttifaqı, Respublika Birliyi var və onlar da mən bilirəm ki, hər zaman istedadlı gənclərə dəstək olurlar. Sadəcə olaraq mənə elə gəlir ki, müraciət etmək lazımdır və bu dəstəyi əziz gənc dostum dərhal alacaqsan. Mən belə düşünürəm. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinə mən təşəkkürümü bildirmək istəyirəm. Ona görə ki, çünki bugün fəaliyyətləri ilə çox yüksək səviyyədə yeni layihələr həyata keçirirlər və onlara uğurlar diləyirəm.